Hamınıza salam dostlar. Mən Qrasmeyster Süleyman Aydın. Bu mənim Federasiyanın YouTube kanalı üçün çəkdiyim ilk dərs videosudur və bundan sonra da milli komandanın üzvləri olacaq. Çalışacağıq ki, tez-tez belə e, videolar paylaşaq ki, şahmat sevərlər və təbii ki də əsasən gənc şahmat sevərlər bu videolardan nəsə öyrənsin və ilham ala bilsin. Çəkdiyimiz videoların qarşınıza çıxmasını istəyirsinizsə, Federasiyanın YouTube kanalına abunə ola bilərsiniz və istəyirsinizsə dərsə başlayaq. Bugünkü dərsdə sizə oynadığım ən son turnirlərdən biri olan Tata Steel turnirindəki bir oyunumu göstərmək istəyirəm. Burada rəqibim təcrübəli Holland şahmatçı Lami Edvindir. İstəyirsə oyuna başlayaq. Mən qara fiqurlarla oynayırdım. D4, ATF6, ATF3, D5, Y3, Y6 və fil D3. C5, B3 və bu varianta kolle sistemi deyirlər. Ağların ideyası təbii ki, əsasən fil B2, at D2, at Y5, F4 tipli keçişlərlə rəqibə hücum yaratmaqdır. At C6 keçişini etdim. Fil B2, CD, CD, fil D6. At D2 və at B4. Burada məqsədim at B4 gələrək rəqibin biraz ağlını çaşdırmaq idi. Təbii ki, at B4-dən sonra ağlar fil B5 keçişi də gələ bilərdi, amma fil B5-ə fil D7, fil D7 və vəzir D7-dən sonra düşünürəm ki, qarların vəziyyəti qənaətbəxşdir. Məsələn, at Y5 kimi keçişlərdən qorxmuruq, çünki artıq vəzir C7 keçişi var və top C1-dən sonra təbii ki, ata 2 kimi bir gediş ortaya çıxır. Burada artıq qarların vəziyyəti çox yaxşıdır. Ona görə də fil Y2 keçişinin gələcəyini bilirdim. Və fil Y2-yə burada da seçimlərim var idi. Məsələn, qala qurma, A3, at C6. Yəqin ki, elə əvvəl-axır oyunda alınan vəziyyət alınacaqdır. Ona görə düşündüm ki, elə at C6 keçişini gəlim. Burada rəqib fil D3 gəlsəydi, vəziyyət təkrarlanırdı. Bu zaman mən artıq qərar verməli idim. Yəni, heç eləyim, at B4 gəlib, yoxsa başqa geniş gəlib, məsələn, qala qurma tipli bir geniş gəlib oyuna davam eləyək. Amma burada rəqibim heç buna icazə vermədi. Qala qurma genişini gəldi və qala qurma, A3. Təbii ki, vəziyyətə baxanda, məsələn, atımız C6-da güclüdür, filimiz D6-da yaxşıdır, atımız F6-da məncə yaxşıdır. Bir dənə C8-dəki filimiz o qədər də güclü deyil. Ona görə düşündüm ki, elə burada da B6 genişinə gəlmək lazımdır ki, fil B7-dən oyuna qoşulsun. Rəqib fil D3 gəlir, hər ikimiz figurlarımızı inkişaf elətdiririk və vəzir Y2. Vəzir Y2-də təbii ki, az öncə vurğuladığım at Y5, F4 ideyasının, üzr istəyirəm, at Y5, F4 ideyasının davamıdır. Top 8, yenə figurumuzu aktivləşdiririk və at Y5. Burada qarların seçim etməsi lazımdır. Təbii ki, fil Y5 tipli gediş heç vaxt yaxşı ola bilməz. Fil Y5-də ya at D7 və məsələn B4 tipli bir gedişdən sonra artıq C6-dakı atımız da güclü deyil, D7-dəki atımız da güclü deyil. Bu piyadaya görə bu atlarımız tərpənə bilmir və A5 tipli gedişdən sonra da B5, at Y7, at B3 ağların vəziyyəti çox yaxşıdır. Səbəb isə ilk olaraq ərazi üstünlüyü təbii ki, Y5-dəki piyada qaraların bütün oyununu öldürür. Başqa səbəb isə təbii ki, güclü bir hücumun olmağıdır. Daha sonra vəzir H5, at D4 tipli gedişlərlə ağlar hücum eləyəcək və burada vəziyyət həqiqətən də çox ağırdır qaralar üçün. Ona görə təbii ki, mən də bunu etmədim. At Y7 gedişini seçdim. At Y7 çox məntiqli bir gedişdir. Həm topun qarşısı açılır, həm də gələcəkdə at Y4 tipli gedişlərin belə deyək, at Y4-ün at Y4 gəlmək üçün şanslar yaranır, belə deyək. Və ağlar F4 gedişini gəlir. Atı Y5-də biraz da bərkidir. Və bundan sonra oyun vaxtı ağlıma maraqlı bir ideya gəldi. Təbii ki, bu yeni bir ideya deyil, tematik bir ideyadır. Amma yenə də bu gedişi düşündüm ki, bu gediş gəlmək lazımdır və bu gediş top C7-dir. Bu gedişin məqsədi nədir?
Artıq fikir verdiyiniz kimi F4-dən sonra sanki at Y4 gedişi biraz da güclənir. Normalda çünki məsələn F3 gəlsəydi at Y4 tipli gediş heç vaxt olmazdı. Amma F4-dən sonra artıq necə ki bizdə ağ at Y5-də bizim oyunumuzun qarşısını alır. Biz də at Y4 gəlsə ağların oyununun qarşısını alırıq və düşündüm ki top C7 gələrək daha sonra vəzir A8 şansı yaranır və at Y4 gəlməyimiz daha da güclənir. Ona görə bu top C7 gedişini etdim. Burada J4 tipli gedişlərdən düşünürəm ki, çəkilməyə ehtiyac yoxdur. Vəzir A8, J5 və at Y4. Fil Y4, məsələn D-yə at C4 və burada fil altdan sonra düşünürəm ki, qaraların vəziyyəti demək olar uduşa yaxındır. F-yə, top C8 və daha sonra fil C4, B-sə top C4. Ağların piyadaları çox qabağa gəlib və təbii ki, bu bəzən yaxşıdır ərazi üstünə görə, amma bəzən də piyadalar çox müdafiəsiz qala bilər və piyada J5-də, Y5-də, D4-də çoxlu zəifliklər yaradıb. Ona görə də burada ağların vəziyyəti çox pisdir. Top F3 rəqibim də məntiqli bir xod eləyir. Top H3 gələrək, daha sonra fil H7, at H7, vəzir H5 kimi mat ideyaları yaratmaq istəyir rəqibim. Və mən də öz deyimə davam edirəm. Vəzir A8, top H3 və at Y4. Düşündüm ki, burada artıq at Y4 gəlməyin vaxtıdır. Bu arada qeyd eləməyi unutdum. Məncə bu da vacib bir məqamdır. Ümumiyyətlə bu tipli vəziyyətlərdə F4-dən sonra təbii ki, burada tam olaraq mümkün deyil, amma at F5, burada J4 gedişi var. Amma məsələn, belə deyək, at F5 və J4 gedişi mümkün deyilsə, tutaq ki, hər hansı bir gediş, H1, məsələn, bu tipli vəziyyətlərdə çox vaxt belə bir ideyalar çıxır ortaya. Fil Y7 və daha sonra at D6, at Y4 və Y4 xanasına sahib olmaq uğrunda bir döyüş gedir və ümumiyyətlə bu tipli vəziyyətlərdə Y4-də, Y5-ə kim sahib çıxırsa çox vaxt elə oyunda da o qalib gəlir və at D6, at Y4-dən sonra düşünürəm ki, qaraların vəziyyəti çox rahatdır və çox gözəl bir vəziyyətdir. Ona görə bu ideyanı da izləyicilərlə paylaşmaq istədim. Top F3, vəzir A8, top H3 və dediyim kimi at Y4-ün davamı. Vəzir H5 tipli gedişlərdə heç nə yoxdur, çünki H6 var sadəcə olaraq və topun getməyə yeri yoxdur. Məsələn, fil Y4 deyə top J3 kimi bir xoda da qorxusu yoxdur, çünki at F5 və artıq vəzir H6 gələ bilmir. Topu hücum eləmişik və növbəti gedişimiz top C2-dir. Burada artıq qaralarda uduş vəziyyətdir. Rəqib fil E4 gedişini eləyir. Fil E4-də təbii ki, D-yə. Yenə vəzir H5-ə H6 gedişi var. Oyunda at D4, vəzir D8, vəzir H5 oldu. Yəqin ki, ağlar at D6 gəlməli idi. At D6, vəzir D6, at C4. Burada bəlkə fikirləşə bilərsiniz ki, vəzir F4-də nə var? Vəzir F4-də maraqlı bir şəkildə top F1, vəzirin yalnız bir dənə qaçma yeri var, vəzir J5 və burada top H5. Çox maraqlı bir şəkildə qaraların vəziri tutulur. Top C2-yə də sadəcə olaraq at J6 gedişi var. Top Y2, at Y7, şah 8 və burada da yenə maraqlı bir gediş, at J6 gedişi var. Və burada təbii ki, qaralar top geridir və vəziyyət çox çətindir qaralar üçün. Ona görə də at C4-də sadəcə olaraq vəzir D7 gələ bilərik. Yenə vəzir H5 tipli gedişlərdən qorxmuruq. H6, D5 tipli gedişlərdə bəlkə kiməsə məntiqli görsənə bilər fil J7 üçün, amma burada vəzir D5 gedişi var. Vəzir J4, F6 və at Y3, vəzir D6. Top D1-dən sonra isə at D5. Düşünürəm ki, burada vəziyyət çox qarışıqdır, amma məncə qaralar daha yaxşıdır burada. Və at C4, vəzir D7. Burada yəqin ki, ağların ən yaxşı gedişi at Y5-dir. At Y5, vəzir D6, at C4. Belə bir heç şeylə də oyun bitə bilərdi. Oyunda amma rəqib vəzir H5 gedişinə gəlir. Vəzir H5, H6, top F1. Top F1 də məntiqli gedişdir. Fiquru sadəcə olaraq inkişaf etdirir. Top A1-də heç nə eləmirdi. Və burada fil E5 gedişini etməyi seçdim.
fil E5-dən sonra ağların əslində çox gedişi var. Vəzir Y5 məsələn vurmaq olar. Vəzir Y5 çox pis gedişdir. Çünki fil D5-dən sonra artıq demək olar vəziri tutmaq istəyir Y5-də. Məsələn, at Y100 tipli gedişə də F5. Artıq at Ş6 kimi gedişlərdən qaçmaq lazımdır. Çünki vəzir tutulur. At D5-ə isə yenə Y-D. Top J100, top F7. Məsələn, top C1, top C2-ni qarşıda almaq üçün. Burada isə top D7, daha sonra at C6, top D6 və bundan heç cürə çıxış yoxdur. Ona görə də vəzir tutulur və qaraların vəziyyəti burada uduşdur. Vəzir E1 ona görə pis gedişdir. Məsələn, D-yə də bir o qədər yaxşı gediş deyil. Çünki at F5 gedişi var. J4 tipli gedişlər təbii ki, J6-dan sonra vəzir tutulur və başqa bir gedişə də məsələn vəzir Y2. Ümumiyyətlə at F5-dən sonra demək olar qaralar ağların bütün hücumunun qarşısını alıb. Çünki top H3-də işlənə tərpənə bilmir. Vəzir D2 ilə tərpənə bilmir. Yəni ki, vəzir Y2-yə qayıtmalıdır. Vəzir Y2-dən sonra isə fil 6, J4 J4 at Y7 və top Y3 vəzir 8-dən sonra düzdür, qaralar burada piyada geridir, amma ağların zəiflikləri çoxdur. Əsas da ağ xanalar və burada belə bir bağlama var. Qaraların vəziyyəti demək olar ki, uduşa yaxındır. Çox böyük bir üstünlükdür ona görə də. Kompensasiya var. Hətta kompensasiyadan daha çox. Rəqibin burada F-yə gedişini gəlir ona görə. F-yə ən yaxşı gedişlərə burada at F5 gedişini gəlməyi seçdim. Burada maraqlı bir gediş də var idi hətta F5. Mən bunu gözdən qaçırmışdım. F5, YF, at D5, F-Ş gedişi mümkün deyil. Çünki top F1, şah F1, vəzir F6 gedişi var və şah J1-ə də sadəcə olaraq top F7. Artıq qaralar vəzir F1 gəlmək istəyir və yaxud vəzir F2. Ona görə vəzir Y2 gəlib qarşısını almağa çalışsa da at F4 və burada yəni ki, bir neçə gedişə ağlar mat olacaqdır. Ona görə at D5-ə top J3 gəlmək lazımdır burada. Top J2-də sadəcə olaraq top F6, vəzir F6 və qaraların fiqurları məncə çox yaxşı koordinasiya yaradıblar və daha sonra top F7 kimi tipli ideyalarla oynayacağıq və mənə də gəlir ki, qaralarda az da olsa bir üstünlük var. Bizim hətta B5 tipli ideyalarımız da var. Daha sonra top C2. Ona görə ağların vəziyyəti heç də asan deyil. Lakin burada at F5 gedişini gəlməyə qərar aldım. Yenə J4 mümkün deyil. Çünki J6 var. Rəqib burada C3 gedişini gəlir məntiqli olaraq. Çünki at F5 gedişindən sonra ideyamız at D4 idi. C3 və burada F6 gedişini etdim. F6 gedişi məncə yaxşı bir gedişdir. Fiqurlarımızı açmaq istəyirik artıq. Məsələn, YF-ə hətta vəzir D5 kimi bir gediş də var. F-Ş-yə də top J7 növbəti gediş Y3-dür və vəziyyət çox acınacaqlıdır ağlar üçün. Ağlar fil C1 gedişini gəlir. Yəni ki, vəzir J6 gedişini gəlməli idi ağlar. At Y7-dən sonra da məsələn vəzir J3-ə B5, at Y3, F-Y və top F8, şah F8, vəzir Y5, at D5. Belə bir maraqlı variant gedir burada. Təbii ki, bunlar hamısı kompüter analizidir, belə deyək. Və burada vəziyyət qarışıq da olsa bərabərlikdir. Məsələn, vəzir Y4-də artıq top F7. Düzdür, piyadamız yoxdur, amma yenə də dediyim kimi fiqurlarımızın koordinasiyası çox yaxşıdır və bir-biri ilə yaxşı əlaqədədirlər. Burada da ağlar at D5 vurmalıdır. At D5, fil D5. Məsələn, vəzir Y1-ə də artıq fil B3. Qaraların vəziyyətində üstünlük var. Ağlar fil C1 gedişini etdi oyunda və F-yə gedişini elədim. Fil C1 gedişi bu arada çox pis gedişdir. Rəqibim mənə gəlir ki, at Y5 gedişindən sonra top C3 gedişini fikirləşirdi oyundan sonra söhbət eləyəndə, amma top C3, top C3, vəzir D4-də top Y3 gedişi var. Hətta burada belə
Qaralara kompüter üstünlük göstərir, az da olsa. Amma buna ehtiyac yoxdur. At Y5-dən sonra Y3 gedişini düşünürdüm oyun vaxtı. Y3, fil Y3-ə, top C3, fil F2, vəzir D5. Məsələn, vəzir J4-də hətta belə bir maraqlı ideya da var. H5, top H5-ə isə top J3 və ağların vəziyyəti heç də ürək açan deyil. Vəzir J2 gedişindənsə heç cürə qaçmaq mümkün deyil və vəzir qurban verməlidir artıq bu vəziyyətdə ağlar. Ona görə rəqibim at Y5 gedişini vurmadı. D-yə gedişini gəldi. D-yə də B5 gedişini gəldi. Düşünürəm ki, yaxşı gedişdir, amma fil 6 gəlmək bəlkə daha yaxşı olardı. J4 tipli gedişlər də burada mümkün deyil, çünki fil C4, BC, at H4-dən sonra top F8, şah F8 və daha sonra at F3 ümumiyyətlə ağların bütün oyunun qarşısını alacaq. Ona görə də burada da qaralarda uduş vəziyyətdir. Oyunda lakin dediyim kimi B5 gedişini gəldim. B5-ə də artıq at D6 gedişini gəlməlidir ağlar. Təbii ki, at G3 kimi gedişlərə vaxt yoxdur. Top C3 var, at F5-ə, top F5. Top F5-ə də üzr istəyirəm. Top F5-ə də sadəcə olaraq top C1 gəlmək olar. Top F1-ə də vəzir D4. Artıq qaralar mat eləyir. Ona görə də rəqibim at D6 gəldi. At D6, at D6, top F8, vəzir F8 yedi. Burada təbii ki, vəzir D6 gedişini vurmaq olmaz. Vəzir D6 top J3-dən sonra düzdür, piyada üstünlük, amma gördüyümüz kimi əksrəngi fillərdə və əksrəngi fillərdə çox vaxt bir piyada qələbə üçün bəs eləmir. Və burada da ağların güclü hücumu var. Daha sonra fil H6, vəzir H6 tipli gedişlər istəyir. Ağlar burada hətta kompüter bərabəri göstərir. Ona görə də top F7 gəlmək lazımdır ki, şahın zəifliyindən istifadə edək və top J3 kimi gedişlərə vaxt verməyək. Oyunda vəzir D1 gedişi elədi rəqibim. Vəzir B5-ə artıq burada vəzir D6 vurmaq olardı. Çünki yenə də top J3 gedişi mümkün deyil. Vəzir D1 var. Vəzir Y2 gedişini gəlməlidir ağlar. Və burada da vəzir Y2, top D7 gələ bilərəm. İdeyam vəzir D1-də artıq. Və məsələn, fil Y3 kimi gedişə də vəzir A3 vura bilərik. Burada artıq qaralarda çox asan bir uduşdur məncə. Daha sonra B3 piyadasında vuracam. Vəzir A1 kimi ideyalarım da var. Fil 6 tipli ideyalarım da var. Ona görə burada ağların vəziyyəti çətindir. Oyunda vəzir D1 gedişi olundu və fil D5. Fil D5 çox gözəl bir gedişdir və demək olar üstünlüyü saxlayan yeganə gedişdir. Fil D5 gedişinin ideyası nədir? İlk olaraq top J3-ə yenə top J3-ə icazə vermirik, çünki burada çox güclü fil B3 gedişimiz var. Vəzir B3 vura bilmir, top F1 matdır. Və vəzir Y1-ə də yenə fil C4 gəlirik və top F1 gedişindən heç cürə qaçış mümkün deyil. Və fil D5 gedişinin əsas məqsədi buydu. Oyunda C4 oynadı rəqibim. Yenə B4 gedişində çox bir mənası yoxdur. Çünki fil C4-ün qarşısını almır heç cürə. Ona görə də rəqibim C4 gedişini gəldi. C4, BC, B4, vəzir D6. Artıq gördüyünüz kimi qaralar 2 piyada üstünlüyü və aktiv bir vəziyyətimiz var. Və təbii ki, vəziyyət qaralarda uduşdu. Amma yenə də heç vaxt asan deyil. Çünki əksrənci fillərdir yenə dediyim kimi. Ona görə axıra kimi oynayıb vəziyyəti qələbəyə kimi gətirmək lazımdır. Top C3 və Y3. Burada təbii ki, piyada qurbanı verirəm. Amma piyada qurbanından sonra fikir versəz, burada piyadalarım filimin qarşısını kəsir və filim burada çox pasiv dayanıb. Amma Y3 gedişindən sonra filimin oyunu açılıb və daha sonra vəzir Y5, vəzir Y4 və yaxud top F6, top J6 kimi ideyalarla şaha hücum ideyaları yarada bilərəm. Ona görə də Y3 gedişi kompüterin də xoşuna gələr və çox gözəl bir gedişdir. Fiqur aktivliyi çox önəmlidir və fiqur aktivliyinə görə piyada qurbanı vermək düşünürəm ki, çox da böyük bir şey deyil. Və hətta fiqur aktivliyi məncə bir piyadadan belə daha önəmlidir bir çox hallarda. Ona görə Y3 gedişi mümkündür. Y3, fil Y3, vəzir Y5 yenə həm C3 hücum edirəm, həm Y3 hücum edirəm. Daha sonra vəzir Y4 gəlmək istəyirəm. Fiqurlarımı biraz da aktivləşdirirəm. Rəqib burada fil D4 gedişini seçir. Fil D4-ə vəzir F4,
top J3 və fil E4 keçişini seçirəm. Fil E4-ün məqsədi fil D3 gəlib həm D4-ə hücum eləməkdə artıq vəzirin qarşısını kəsirəm, həm də vəzir F1 mat ideyaları yaratmaqdır. Burada amma əslində H5 geyişi çox güclü bir geyiş olardı. Növbəti ideyam H4-dür və topa hücum eləməkdir. Vəzir H5 təbii ki, mümkün deyil, çünki vəzir F1 mat ideyası var və burada da ağlarla seçim eləmək çox çətindir. Fil E3-ə məsələn vəzir E4 gələ bilərik. Daha sonra yenə H4 ideyası, mat ideyaları və burada ağların vəziyyəti çox pisdir. Fil E4 geyişindən sonra rəqibin vəzir E1 geyişini gəlməli idi və fil D3-ə fil F2-yə qayıda bilər. Qarların vəziyyəti yenə də yaxşıdır. Amma əvvəlki vəziyyətə nisbətən ağların daha çox şansı var mənə gəlir burada heç eləmək üçün. Çünki artıq belə deyək, ağlar müdafiə olundu və daha sonra top F3 kimi ideyalarla topu dəyişmək istəyirəm və topu dəyişəndən sonra ümumiyyətlə ağların heçəyə çox da yaxşı şansları olacaq, əks fillər olduğu üçün və rəqibin belə gəlməli idi. Amma vaxt azlığına görə fil E3 geyişinə gəldi və fil E3 vəzir F6-dan sonra vəziyyət doğrudan da çətindir. Çünki heç cürə C3 geyişinin qarşısını almaq olmur. Fil D4-ə vəzir D8 gələ bilərəm. Daha sonra Y5 ideyası istəyirəm, fil D3 gəlmək istəyirəm. Bağlamaya salıram artıq fili və burada da vəziyyət çox azalacaq dağlar üçün. Oyunda isə H3 geyişinə gəlir rəqib. H-dan sonra daha asandır ümumiyyətlə bu düşə oynamaq. Çünki C3, vəzir J4, fil F5, vəzir F4-dən sonra C2. Təbii ki, piyada C2-yə gəlirsə bu heç də ağlar üçün yaxşı xəbər deyil. Şah 2, şah 7, fil D2, top D7, yenə fil hücum edirəm. Top C3, top D4, vəzir Y3, vəzir D8, yenə bu filə hücum. Fil C1, top D1, şah J3 və vəzir F6-dan sonra rəqibim təslim olur. Təslim olma səbəbi də odur ki, vəzir F6-dan sonra top C1 gəlmək istəyirəm. Daha sonra vəzir C3, topu harasa qasanda da top D3 və ağlar vəzirini itirməli olur burada. Gördüyünüz kimi bu oyundan mənə elə gəlir o nəticəni çıxarda bilərik ki, hər şey top C7, vəzir A8 geyişi ilə başladı və dediyim kimi bu tip vəziyyətlərdə Y4 geyişinə, Y4 xanasına hakim olan tərəf çox vaxt elə oyuna da hakim olur. Burada da hakim olan tərəf qaralar idi. Ona görə də elə qaralar qalib gəldi elə bu oyunda da. Ümid edirəm videonu bəyəndiniz, dərsi bəyəndiniz. Bunlardan nəsə dərs çıxarmağa çalışın və oyunlarınızda da istifadə eləməyə çalışın. Bu günlük bu qədər. Növbəti dərs videolarında görüşərik. Sağ olun.